Salam, hər vaxtınız xeyir. Bu videoda tabeli mürəkkəb cümləyə aid testlərin izahını verəcəm. Ümumiyyətlə tabeli mürəkkəb cümlə haqqında bir neçə məlumat verəcəm hal-hazırda. Amma daha uzun versiyada dərsi dinləmək istəsəz kanala keçid edib orada dərsi dinləyə bilərsiniz. Ümumiyyətlə tabeli mürəkkəb cümlədə biz bilirik ki, baş və budaq cümlə olur və ən əsas bizə lazımdır ki, baş və budaq cümlənin yerini düzgün şəkildə təyin edək. Nə zaman birinci baş cümlə gəlir? Deməli, əgər intonasiya ilə bağlanarsa, bir də səbəb və aydınlaşdırma bağlayıcısı ilə bağlanarsa, bu zaman baş birinci gəlir. Baxın, belə yadda saxlayın. İntonasiya, bir də səbəb və aydınlaşdırma bağlayıcılarını, təbii ki, bağlayıcılar da əzbər bilməliyik. Digər hallarda, yəni şərt, güzəşt bağlayıcıları, bağlayıcı sözlərlə, bir də sa, da, mı, belə, sa şəkilçisi da, mı, belə ədatı ilə bağlandığı zaman birinci budaq cümlə gəlir. Yəni bunu bilsəz, demək olar ki, kifayətdir. Tabeli mürəkkəb cümlədə baş budağı rahatlıqla tapa bilərsiniz. İndi gəlin birinci suala keçək. Birinci sualda, əgər şairsənsə, gəl eləyək bəs cümləsi haqqında fikirlərdən biri səhvdir. İndi burada baxın, əgər bağlayıcısı var. Əgər nə bağlayıcısıdır? Şərt bağlayıcısı, düzdür? Əgər, hərgah, madam ki, indiki. Dedik ki, səbəb və aydınlaşdırma olanda birinci baş gəlir. Amma şərt və güzəşt olanda birinci budaq gəlir. Yəni bu cümlənin budaq cümləsi budur, baş cümləsi isə budur. Elə sxemə baxanda görürük ki, sxem səhvdir. Cavabımız olur A variantı. Amma istəyirsiniz, gəlin digər variantları da bir-bir izah eləyim sizə. B-də deyir, budaq cümlə baş cümləyə müxtəlif vasitələrlə bağlanıb. Bəli, burada əgərdən başqa sasəyə də fikir verə bilərsiniz. Yəni bir neçə vasitə ilə bağlanıb, yenə də budaq cümlə birinci gəlir. Deməli, düzdür B variantı. C-də tərkibindəki cümlələr müəyyən şəxsi sadə cümlədir. Sən şairsən, müəyyən şəxsidir. Biz bəhs eləyək. Bəli, bu da müəyyən şəxsidir. Deməli, düzdür. Hər iki cümlədə köməkçi nitq hissəsi işlənmişdir. Bəli, budaq cümlədə əgər var, baş cümlədə isə gəl var. Deməli, köməkçi nitq hissəsi olaraq ədat. D variantı da düzdür. Baş cümlə fe'li xəbərlidir. Bəhs eləmək, bəli, fe'li xəbərli sayılır. Deməli, elə oldu. Cavabımız A variantı. Keçək ikinci suala. Əsmər pəncərəni bağladı. Çünki güclü külək əsirdi. Tabeli mürəkkəb cümləsi ilə bağlı səhv fikir müəyyən edin. Aha, hələ variantlara keçmirəm. Baxıram cümlədə nə var? Saydığım vasitələrdən. Baxın, nə saydım? İntonasiya saydım, bağlayıcıları saydım, bağlayıcı sözləri saydım. Bağlayıcı sözlər də sual əvəzi idi. Və sa şəkilçisi, damı, belə ədatını saydım. Hansı var bunlardan? Bəli, çünki var. Çünki səbəb bağlayıcısıdır. Səbəb bağlayıcısı olarsa, deməli, birinci nə gəlir? Bəli, birinci gəlir baş cümlə, sonra deməli, budaq cümlə gəlir. Deməli, onda sxemi düz veribdir. Baxın, B variantını çıxdım. Çünki səbəb bağlayıcısı gələndə səbəb və aydınlaşdırma birinci baş gəlir. Sxemi çıxdım, düz veribdir. Gəlin, indi variant gedək. Baxın, elə C-ni də çıxımı burdan. Deyir ki, tabelilik bağlayıcısına bağlanıb. Bəli, çünki ilə bağlanıbdır, tabelilik bağlayıcısıdır. İşimizi rahatlaşdırmaq üçün çıxdım C-ni də. A-da deyir, baş cümlənin xəbəri quruluşca düzəltmə fe'l ifadə olunub. Baş cümlənin xəbəri bağladıq. Bağ sözün köküdür, bağla, bəli, düzəltmədir. Keçmiş zamandadır, bəli, D şəkilçisi var, keçmiş zamandadır. Deməli, bu da düzdür. A variantında çıxdım. Budaq cümləni baş cümləyə bağlayan vasitə quruluşca mürəkkəbdir. Bağlayan vasitə nədir? Çünki. Çünki mürəkkəbdir sizcə? Xeyr, mürəkkəb deyil. Deməli, elə səhv cavabımız D variantı olur. E-yə baxaq. Budaq cümlənin xəbəri idi köməkçi sözü ilə işlənmişdi.
Budaq cümlənin xəbəri əsirdir. Əsmək sözün köküdür, ir zamandır. Bəli, bir sözdə baxın burada irdə var, didə var. Bir sözdə iki zaman ola bilər. Ola bilməz. Düzdür? Deməli bunun birinci gələni zamandır. Zamandan sonra gəlirsə di, idi hissəciyidir. Eyni də düz deyir. Cavabımız olur D variantı. 3də söhbətlərdən çıxan nəticə budur ki, indi savadlı mütəxəssislərə çox böyük ehtiyac var. Aha. İndi ki nə ilə bağlanıb? Ki ilə. Ki nədir? Aydınlaşdırma bağlayıcısı. Səbəb və aydınlaşdırma olanda birinci baş cümlə gəlirdi, sonra budaq cümlə gəlirdi. İndi bəzi zamanlar ki-də istisna var. Baxın, ki-ni görəndə birinci baş cümlə gəlir, amma istisnası var. İndi istisnasını nə zaman deyəcəm? Birazdan burada qarşımıza bəzi suallar çıxacaq. Mən onda istisna olaraq deyəcəm ki, baxın ay uşaqlar, ki olanda birinci budaq cümlə gələ bilər. Nə zaman? İndi onu sual qarşımıza çıxanda, zamanı gələndə deyəcəm. Amma hələ ki burada ki nədir? Gəlib deyir birinci baş cümləmi götürürəm. Deməli, mənim sxemim düzdür. Çıxıram. Deyir ki, budaq cümlə baş cümlə bağlayıcı ilə bağlanıb. Bəli, bağlayıcı ilə bağlanıb ki ilə. Baş cümlə ismi xəbərlidir. Bəli, bu əvəzlik düzdür. Budaq cümlə zərflik, təyin, tamamlıq, xəbər sxeminə uyğundur. Baxaq, var ayrılıqda xəbərdir. Nə var? Ehtiyac. Mübtəda oldu. Sxemə uyğun olmadı ki. Baxın, var indi zərflik olur. Bəli, nə var? Ehtiyac var. Yəni ehtiyac varı bir götürmürük. Var çünki ayrılıqda xəbər olur. Var, yox, lazım, bəs, mümkün. Suala cavab vermədən xəbər götürə bilərik. Elə səhv cavabımız da bu olur. E-yə də baxaq, baş cümlə təyin, mübtəda, xəbər sxeminə uyğundur. Budur xəbər, nə budur nəticə, hansı nəticə? Söhbətlərdən çıxan nəticə, bəli, düz deyir. Doğru cavabımız, daha doğrusu səhv cavabımız C variantıdır. 4də mənim sizə məsləhətim budur ki, həmişə vicdanınızın pak və təmiz səsinə qulaq asasınız. Deməli, ki ilə bağlanıb baxın, gözümə dəyir. Ki ilə bağlananda nə gəlirdi? Birinci baş gəlirdi, sonra budaq gəlirdi. Deməli, sxemim doğrunu istəyirdi elə bizdən. Baxın, elə A variantı doğrudur da. Cavabımız olur elə A variantı. Digər variantlara baxaq görək niyə səhvdir. Baş cümlənin baş üzvləri əvəzliklə ifadə olunub. Budur, bəli, xəbərdir, əvəzlikdir. Nə budur? Mənim məsləhətim. Xeyr, mənim məsləhətim söz birləşməsidir. Mənim sözünü ayrılıqda götürə bilmərsiniz mübtədə. Niyə? Çünki mənim yəlik hal şəkilçisi qəbul edib və yəlik halda bilirik də ayrıca hər hansı bir cümlə üzvü olmur. Ona görə B səhvdir. Həm baş, həm budaq cümlə feili xəbərlidir. Xeyr, baş cümlə budur, bu əvəzlikdir. Əvəzliklə ifadə olunursa, bu ismi xəbərdir. C variantını çıxıram. Budaq cümlə yalnız baş üzvlərdən ibarət müəyyən şəxsi cümlədir. Budaq cümləyə baxıram. Həmişə vicdanınızın qulaq asasınız. Nəyə? Vicdanınızın səsinə. Baxın, olur. Burada tamamlıq nə zaman? Həmişə. Bizə nə deyir? Baş üzvlərdən deyir. Xeyr, baş üzvlər olmadı axı. Burada zərflik oldu, burada tamamlıq oldu. Ona görə deyil də səhvdir. Baş cümlə ikinci dərəcəli üzvlərin iştirak etdiyi şəxsi cümlədir. Baş cümlə budur. Nə? Mənim məsləhətim. İkinci dərəcəli üzv iştirak eləməyib. Eyndə çıxdıq. Cavabımız oldu elə A variantı. 5də deyir, hansı tabeli mürəkkəb cümlə budaq baş sxeminə uyğundur. Yəni birinci budaq gəlsin, sonra baş gəlsin. Gəlin baxaq. Həkim odur, xəstəyə öz sözləri ilə şəfa versin. İndi bir şey deyəcəm. Məsələn, İntonasiya ilə bağlananda, yəni burada rahatlıqla bağlayıcı qoya bilərsiniz. Məsələn, həkim odur ki, kini qoya bilərsiniz, daha doğrusu kini.
Baxın, həkim odur ki, xəstəyə öz sözləri ilə şəfa versin. Bəli, deyirsiniz burada yoxdur heç nə, amma mən ora çi qoya bilirəm. Yəni intonasiya ilə bağlanan, yəni heç bir şey saydığım bayaq 4 vasitədən heç birisini görmürsünüzsə, daha doğrusu digər 3 vasitədən, deməli bu intonasiya ilə bağlanıbdır. Orada bağlayıcı yoxdursa, orada bağlayıcı söz yoxdursa, orada saydığım say şəkilçisi, damı belə yoxdursa, intonasiya ilə. Bəs bunu hardan bilim? Məsələn, tabesiz də intonasiya ilə bağlanır, tabeli də intonasiya ilə bağlanır. Uşaqların ən çox verdiyi sual. Bəs bunu necə seçim? Düzdür, əslində baxanda bilinər ki, hə, tabesizdə tutalım ki, bərabər hüquqlu cümlələr olur, amma tabeldə yox. Amma başqa bir üsul da var ki, tabesizlik bağlayıcılarını artıra bilirsiniz. Tabeliyə də tabellik ki bağlayıcısını. Baxın, burada məsələn intonasiya ilə düzəlibsə, bura ki artıra bilirəm rahatlıqla. Ki də artıra bildimsə, ümumiyyətlə intonasiyadırsa, birinci deməli gəlir baş, sonra budaq cümlə. Deməli A-nı çıxdı. Heç kimə sir deyil ki, piyadalar da yol hərəkət qaydalarını pozurlar. Aha, deməli burada da ki ilə bağlanıb. Birinci baş gəlir, sonra budaq gəlir. İdmançılarımız meydana daxil olmuşdular ki, himnimiz səsləndi. Aha, indi baxın vaxtı gəldi. Mənim sizə bu istisnanı deməyimin. Deməli ki, normalda baxın bu qırağa yazıram. Ki bağlayıcısı olanda biz deyirik ki, birinci baş gəlir, sonra budaq gəlir. Amma istisna halda birinci budaq, sonra baş gələ bilir. Nə zaman olur bu hal? Deməli, zaman mənası bildirəndə cümlə, yəni zaman mənası bildirib zaman budaq cümləsi. İndi siz tabeli mürəkkəb cümlənin mənalarını keçmirsiniz. Yəni buna da heç ehtiyac yoxdur. Amma zaman mənasını tuta bilərsiniz və başqa bir şey də deyim sizə, ən rahat üsul bura anda, əndə artıra bilirsiniz. Anda, əndə, yəni artırmaq olur. Baxın necə. İdmançılarımız meydana daxil olanda himnimiz səsləndi. Baxın, anda qəbul elədi, görürsüz? Bunu bu şəkildə deyə bilirsinizsə, deməli burada birinci budaq gəlib, sonra baş cümlə gəlib. Yəni baxın, bir daha qeyd eləyirəm. Burada da ki var, görürsüz, amma burada birinci baş gəlibdir. Çünki burada and-əndə qoya bilmirəm. Ucadan danışmaq lazımdır ki, yaxud da B-də and-əndə qoya bilmirəm. Amma C-də görürsüz necə rahat qoydum. Deməli, yoxluyursunuz. Əgər ora and-əndə qoya bilirsinizsə, idmançılarımız meydana daxil olanda himnimiz səsləndi. Bu zaman götürün birinci budaq cümləni. Birinci gələn budaq cümlədir. Yəqin ki, aydın oldu, çünki çox rahat bir şeydir, çətin bir şey deyil. Sadəcə, baxın, bu zaman mənasına fikir verirsiniz. Anda, əndə ilə əvəz eləyə biləndə birinci budağı götürürsünüz. Qalan bütün hallarda ki görəndə birinci başı götürə bilərsiniz rahatlıqla. Baş cümlə gəlir birinci. İndi bizdə də sxemə görə beli istəyirsə, onda mən C variantını götürürəm. Cavabımız olur C variantı. 6-cı sualda hansı fikirlər verilən cümlələrin hər ikisinə də aid edilə bilər deyir. Gəlin cümlələrə baxaq. Təzəcə salona keçib əyləşmişdik ki, bayırdan güllə səsi eşidildi. Deməli, ki ilə bağlanıb, ikinci cümlədə əsl dahi o adamdır ki, ürəyi bəşəriyyət üçün döyünür. Burada da ki ilə bağlanıb. Aha. Deməli, ikisində də ki ilə bağlanıb. Gəlin bayaqki qaydanı tətbiq edək. Baxın, birinci cümlədə zaman məzmunu var. Yəni, bunu hiss elədiyin zaman ora anda qoyun. Təzəcə salona keçib əyləşəndə bayırdan güllə səs eşidildi. Görürsüz, bura əyləşəndə and-əndə qoya bilirsiniz. Bu zaman, deməli, burada birinci budaq gəlib, daha sonra baş cümlə gəlib. Amma ikinci cümlədə elə bir şey yoxdur. Deməli, ikinci cümlədə birinci baş gəlib, sonra budaq cümlə gəlibdir. Və elə olduğu zaman bizə hər ikisinə aid deyirsə, biri çıxdıq, bir səhvdir. Tərkib hissələri bağlayıcı sözlə əlaqələnmişdir.
Bağlayıcı söz sual əvəzlikləridir. Yəni burada bağlayan vasitə ki, yəni bağlayıcıdır. Baxın, bağlayıcı ilə bağlayıcı sözü əsla qarışdırmayın. Bağlayıcı ilə bağlanıb burada. İkini də çıxdıq. Gəlin variantla gedək elə. Budaq cümlə baş cümlədən sonra işlənmişdi. Səhvdir. İkisinə də aid deyil daha doğrusu. Üçü də çıxdıq. Cavabımız qaldı. Deməli 4 və 5 A variantı. Gəlin indi 4 və 5-ə baxaq. Tərkibindəki sadə cümlələrdən biri qrammatik cəhətdən digərinə tabedir. Ümumiyyətlə, tabeli mürəkkəb cümlənin qaydası budur elə. Yəni, bir cümlə digər cümləyə tabedir. Adı üstündə də tabeli. Ona görə 4-ü götürürəm. 5-də isə deyir ki, budaq cümlənin xəbəri xəbər şəklində olan feillə ifadə olunmuşdur. Budaq cümlənin xəbəri əyləşmişlikdir birinci cümlədə. Bəli, xəbər şəklindədir. Xəbər şəkli nə idi? Zamanlar. İkinci cümlədə isə budaq cümlənin ikinci cümlədir budaq cümlə döyünür. Bəli, bu da zaman şəkilçisi var orada. Deməli 5-i də düz deyir. Elə doğru cavabımız olur 4, 5, yəni A variantı. 7-ci sualda Eyler-Venn diaqramına əsasən hansı fikirlər sual işarəsinin yerinə yazıla bilər? Aha, yenə eyni şəkildə bizə iki cümlə verir və bu cümlələrin ortaq istəyir bu cümlələr üçün. Gəlin yenə cümlələrə nəzər yetirək. Mən o adama insan deyərəm ki, ömrü fırtınalar içində keçsin. Baxın, ki ilə bağlanıb və burada deməli birinci gələcək baş cümlə, sonra gələcək budaq cümlə. Təzəcə dərslərimi oxuyub bitirmişdim ki, Səlimə xala məni səslədi. Baxın, təzəcə görəndə də götürə bilərsiniz, biraz şübhələnə bilərsiniz cümlədən. Zaman mənası var. Belə deyək, təzəcə dərslərimi oxuyub bitirəndə, anda, əndə Səlimə xala məni səslədi. Deməli, ikinci cümlədə isə tam əksi olacaq. Birinci budaq cümlə gələcək, sonra baş cümlə gələcək. İndi gəlin yenə ortaqları seçək. Deməli, biri ortağa yaza bilmərəm, ikini də yaza bilmərəm. Niyə? Çünki yenə burada da bağlayıcı ilə əlaqələnib, bağlayıcı sözlə əlaqələnməyib. Ona görə yenə variantlardan 1, 2, 1, 2-ni çıxırıq. Budaq cümlə şəxssiz cümlədir. Gəlin baxaq görək. Birinci cümlədə budaq cümlə ömrü fırtınalar içində keçsin. Keçsin, nə? Ömrü. Aha, bunun mübtədası var axı. Təzəcə dərslərimi oxuyub bitirmişdim ki, mən. Bunun da mübtədası var. Şəxssiz cümlə götürə bilmərəm, ona görə ortaq deyil. Tərkibindəki cümlələrdən, sadə cümlələrdən biri qrammatik cəhətdən digərinə tabedir. Bəli, tabeli cümlədirsə 4. Baş cümlə feili xəbərlidir. Birincidə baş cümlə deyərəm feili xəbərdir. İkincidə baş cümlə səslədi, bəli, feili xəbərdir. Deməli, doğru cavabımız 4, 5, D variantı olur. 8. Biz bulaq başında təzəcə oturmuşduq ki, yağış yağmağa başladı. Aha, baxın yenə biz bulaq başında təzəcə oturanda, anda, əndə oturanda yağış yağmağa başladı. Deməli, bu cümlədə birinci budaq gəlir, sonra baş baxmayaraq ki ilə bağlanıb. İntonasiya ilə bağlanmışdı, xeyr, səhvdir, çünki bağlayıcı ki var. Budaq cümlə baş cümlədən əvvəl işlənmişdi. Bəli, burada budaq cümlə əvvəl işlənmişdir, elə dedik. Deməli, B variantı doğrudur. İstəyirsiniz digərlərinə də baxaq. Həm baş, həm də budaq cümlə ismi xəbərdir. Xeyr, oturmaq, məsələn, feili xəbərdir. C-ni çıxdı. Tərkib hissələrinin hər ikisi müstəqildir. Xeyr, tabeli cümlədə biri digərindən asılı olur, müstəqil olmur. O tabesiz cümlədədir. D variantını çıxdı. Nümunədə tabesizlik əlaqəsindən istifadə edilib. Xeyr, tabelilik əlaqəsindən istifadə olunub. Tabeli mürəkkəb cümlədir çünki. Cavabımız olur 8-də B variantı. 9-cu sualda cümlələrdən birini tabeli mürəkkəb cümləyə çevirmək mümkündür. Aha, maraqlı sualdır. Ümumiyyətlə, belə deyim də, tabeli mürəkkəb cümlə nədir? Buraxılmış
bir üzvü, yəni cümlədən, sadə cümlədən bir dənə cümlə üzvünü götürürük, budaq cümləyə çeviririk. Yəni bu şəkildə olur. İndi gəlin bir-bir cümlələri oxuyaq, sonda baxaq. İnsana arxadır onun əməyi, insan taleyinə cavabdehəm mən. İnsanlar üçündür könül atəşim, insanı xeyirxahlığı yaşadır, insan olduğun üçün qüdrətin böyükdür. Aha, indi hansını burada yəqin ki, eyni eləyəcəyik. Baxın, qüdrətin böyükdür. Çünki insansan. Belə eləyə bilərik. Digərlərinin heç birisini bu şəkildə iki cümləyə çevirmək mümkün olmadı. Elə cavab olacaq E variantı. 10-cu sualda. İndiki ixtiyar məndədir. Mən razı deyiləm. Tabeli mürəkkəb cümləsinin tərəflərini hansı vasitə ilə bağlanmışdı? Aha, gəlin baxaq. Deməli, burada nə var? İndiki. İndiki nədir? Bağlayıcı. Hansı bağlayıcı? Təbii ki, şərt bağlayıcısı. İndiki, bir haldakı, deməli cavabımız olur C variantı. 11-ci sualda gəlsənə bir adam göndərək maşınlara bələdçilik etsin. Tabeli mürəkkəb cümləsi haqqında hansı fikir yanlışdır deyir. Gəlsənə bir adam göndərək maşınlara bələdçilik etsin. Burada bağlayan vasitə intonasiyadır. Başqa bir şey görmürəm. Yəni hər hansı bir bağlayıcı var? Yox. Bağlayıcı söz yox. Başqa, yəni sa da yoxdur, damı, belə dat da yoxdur. Görürsüz, olmadığı zaman götürün intonasiya ilə bağlanan tabeli mürəkkəb cümlə. Bu zaman intonasiya ilə bağlananda birinci baş cümlə gəlir, daha sonra budaq cümlə gəlir. A variantda deyir, budaq cümlə baş cümləyə intonasiya ilə bağlanmışdı, düz deyir. Budaq cümlə əvvəl işlənmişdi. Elə səhv olan da budur. Budaq cümlə əvvəl yox, daha sonra, yəni başdan sonra işlənib. 12. Tabeli mürəkkəb cümlənin birində budaq cümlə şəxsiz cümlədir. Aha, baxın yenə, burada birinci iş düşür bizə ki, hansı cümlə budaq, hansı başda onu tapaq. Daha sonra tapandan sonra budaq cümlənin şəxsiz olub olmadığına baxırıq. Oyunun başlanmasına lap az qalırdı ki, biz özümüzü stadiona çatdırdıq. Aha. İndi baxın ki var burada. Amma yoxlamalıyam görüm birinci nə gəlir. Zaman var. Oyunun başlanmasına az qalanda, andəndə biz özümüzü stadiona çatdırdıq. Deməli burada birinci budaq gəlir, sonra baş gəlir. Baxmayaraq ki, yəni ki ilə bağlanır, həmin o istisna olan haldır. İndi deməli budaq cümlənin bizə cümlə şəxsiz olsun deyir. Gəlin baxaq, oyunun başlamasına lap az qalırdı. Mübtəda yoxdur. Aha, deməli şəxsiz cümlədir də. Cavabımız olur A variantı. İstəyirsiniz digərlərinə də baxaq tez. Dedilər ki, içəridə adam var. Deməli burada budaq cümlə budur. Var kim? Adam. Mübtədası var. Nə vaxt hazır olsan səni də göndərərlər. Budaq cümlə deməli birincidir. Hazır olsan kim? Sən. Bu da deyir şəxsiz. İşlər yenicə düzəlirdi ki, bu xəbər əl-qolumuzu soyutdu. D variantında ümumiyyətlə bu cümlədə şəxsiz cümlə deyil heç biri. Nə baş, nə budaq. Ona görə bu variantı da çıxırıq. Eynən E-də də ona görə cavabımız olur elə A variantı. 13-də budaq cümləsi qeyri-müəyyən şəxsi cümlə olan tabeli mürəkkəb cümləni müəyyən edin. Aha, budaq cümləsi qeyri-müəyyən şəxsli olan deyir. Gəlin baxaq. Aha. Onlar özlərini sakit göstərməyə çalışsalar da səhərə qədər yata bilmədilər. Deməli, sa üstə gələk da var. Belə olanda birinci budaq gəlir, daha sonra baş gəlir. İndi budaq cümləyə baxın. Çalışsalar, bəli, üçüncü şəxsin cəmindədir xəbər.
Axı qeyri-müəyyən şəxsi cümlədə xəbər üçüncü əmində olmalıdır. Amma mübtədi olmamalıdır. Yəni onlar olmamalıdır. Yerinə mən qoya bilərəm, bərpa eləyə bilərəm. Amma burada çalışsalar da kim, onlar mübtədi içərisindədir. Bu qeyri-müəyyən sayılmır. Mübtədi içərisindədirsə bu müəyyən sayılır. A variantını çıxdım. Təzəcə evə gəlmişdim ki, işıqları söndürdülər. Təzəcə evə gələndə işıqları söndürdülər. Deməli, birinci cümləm mənim budaq cümlədir. Budaq cümləm qeyri-müəyyən deyil, müəyyəndir. Yenə deyirəm, qeyri-müəyyən xəbəri üçüncü əmində olmalıdır. C-yə heç baxmıram, çünki heç bir xəbər üçüncü əmində deyil. D-də deyir ki, ağsaqqallar danışırdılar ki, burada belə hadisə olmayıb. 2 ilə bağlanıb xəbər budaq cümlə ikincidir, amma xəbər üçüncü əmində deyil. D variantında çıxdım. Birdən müəllimə elə gəldi ki, onu imtahan edirlər. Aha, deməli ikinci cümlə bizim budaq cümləmizdir. Çünki 2 ilə bağlanıb və imtahan edirlər ki, yoxdur mübtədi, amma onlar bərpa eləyə bilirəm. Deməli elə cavabımız E-dir ki, budaq cümləsi qeyri-müəyyən şəxsi cümlədir. 14-cü sualda hansı tabeli mürəkkəb cümlədə budaq cümlə baş cümləyə bağlayıcı sözlə bağlanmışdı? Aha, indi bağlayıcı söz deyirik. Bəs bağlayıcı söz nədir? Bağlayıcı söz əsasən sual əvəzlikləri ilə ifadə olunur. Yəni sual əvəzlikləri olur. Gəlin baxaq. Əgər hazırlaşıbsa, yaxşı cavab verəcək. Burada hər hansı bir, yəni bağlayıcı söz yoxdur. Nə qədər deyiblər, o qədər də gətirərsən. Aha, bax burada nə qədər həm sual əvəzliyi, yəni bayaqdan dediyimiz o bağlayıcı söz budur. Deməli doğru cavabımız B variantıdır. Həm də belə bir nüansı var ki, çox zaman bağlayıcı sözün qarşılığı olur. Məsələn, nə qədər, baxın o qədər. Burada belə bir nüans da var. Buna da fikir verə bilərsiniz. Hər sual əvəzliyini bağlayıcı söz götürə bilmərsiniz. Cavabımız olur B variantı. 15. Kim ki öyrənməyi bilməyirsə ar, sudan dür, daşdan da gövhər çıxardar. Hansı vasitə ilə bağlanmışdı? Aha, deməli burada kim ki var, bir də ki sa-sə var. Deməli bağlayıcı söz və sa-sə şəkilçisi cavabımız olur D variantı. 16. Tabeli mürəkkəb cümlələrdən birində baş cümlə qeyri-müəyyən şəxsi cümlədən ibarətdir. Aha, baş cümlə, budaq cümləni tapıb qeyri-müəyyən şəxsi olduğuna baxacağıq. Baş cümlə qeyri-müəyyən şəxsdir. Min mələk utsa da gülümsəyərək, gərək yumşalmasın cəbhədə ürək. İndi baxın burada sa da var. İndi yeri dəyişdirilib. Bu sizə bir çətinlik yaratmasın. Yəni cümlədə söz sırası dəyişdirilibsə, siz özünüz onu qurun, düzün, düz variantına baxın. Deyir, min mələk gülümsəyərək uçsa da, sağ üstə gərək da. Belə olanda birinci budaq cümlə gəlir, sonra baş cümlə gəlir. Deməli, burada ikinci cümləm nədir? Baş cümləmdir. İndi baş cümləmin qeyri-müəyyən şəxsli olsun deyir. Nə idi qeyri-müəyyən şəxsli cümlə? Xəbəri üçüncü əmində olurdu. Cümlənin mübtədası yox idi, amma bərpa eləyə bilirdim. Baxın, bunun xəbəri üçüncü, yumşalmasın üçüncü əmində deyil. A variantını çıxıram. Bu qılınc olmasa yeyərlər məni. Aha, deməli, sə var. Deməli, burada da birinci nə olacaq? Budaq olacaq, sonra baş. Budaq cümləm, yox, bizə baş lazımdır. Aha, yeyərlər məni. Bəli, üçüncü şəxsin cəmindədir. Bəli, kim? Onlar. Deməli, cavabımız elə B variantı olur. 16, daha doğrusu 17. Budaq cümləsi qeyri-müəyyən şəxsi cümlə olan tabeli mürəkkəb cümlə hansıdır? Deməli, 17-də bu səfər də budaq cümləsi qeyri-müəyyən şəxsli olsun deyir. Gəlin baxaq. Dostum düşünürdü ki, onu hələ çox danlayacaqlar. 2 ilə bağlanıb, birinci baş gəlir, sonra budaq cümlə gəlir. Budaq cümləsi danlayacaqlar
Baxın, 3-ün cəmindədir, bəli. Kim mübtədə yoxdur, onlar buraxılıb. Elə cavabımız A variantı olur ki, yəni burada budaq cümlə qeyri-müəyyən şəxsidir. 18. Bütün işlər bu şərtlə düzələr ki, dediklərinə əməl etsin. Aha, deməli ki ilə bağlanıb. Ki ilə bağlandığı üçün də birinci baş gəlir, sonra budaq cümlə. Baxın, səhv istəyirsə elə avtomatik səhv ortaya çıxır. Cavabımız D variantı olur. Gəlin digər variantlara da baxaq. Baş cümlə müəyyən şəxsi cümlədir. Düzələr, nə işlər? Bəli, mübtədası var. Budaq və baş cümlə tabelik bağlayıcısı ilə bağlanmışdı. Bəli, ki aydınlaşdırma bağlayıcısı da bağlanıb. Budaq cümlə tamamlıq işlənmiş müəyyən şəxsi cümlədir. Əməl etsin nəyə? Dediklərinə. Kim? O, bəli, düz deyir bunu da. E-də deyir həm baş, həm budaq cümlə fe'li xəbərlidir. Düzələr, əməl etsin, bu da düzdür, fe'li xəbər gedir. Daha sonra 19-da dil nə qədər açıq, sadə olsa, fikir bir o qədər gözəl və məqbul olar. Səhv fikri deyir, tapın. Aha, gəlin baxaq. Baş cümlə burada sayla bağlanıbdır. Onu birinci baxaq. Sayla bağlanıbsa, deməli burada birinci budaq gəlir, sonra baş cümlə gəlir. Aha. Bir də bağlayıcı söz də var. Baxın burada 2 dənə bağlayan vasitə var. Baş cümlə nəqli cümlədir, yəni ikinci cümlə fikir bir o qədər gözəl və məqbul olar, düz deyir. Budaq cümlə əvvəl, baş cümlə sonra işlənmişdir. Düz deyir, baş cümlə sonra işlənib. Budaq cümlə baş cümləyə bağlayıcı söz və sa şəkilçisi ilə bağlanıb, düzdür. Hər iki cümlə ismi xəbərlidir. Aha, deməli, sadə olsa məqbul olar. Xeyr, bunlar ismi xəbərli getmir. Deməli, cavabımız olur elə səhv cavabımız D variantı. Budaq cümlənin xəbəri fe'lin şərt, baş cümlənin xəbəri fe'lin xəbər şəklindədir. Bəli, ümumiyyətlə elə fe'li xəbərdir. Biri xəbər şəklindədir, ar zaman qəbul edib, digəri şərt şəklində sasə qəbul edibdir. 20-ci sualda bütün bunlar bir şərtlə düzələr ki, sonradan qanıqaralıq olmasın cümləsinin izahındakı səhvi müəyyən edin. Baxaq, deməli, düzələr ki ilə bağlanıb deyə birinci baş gəlir, sonra budaq gəlir. Deməli, E variantı düzdür. E variantını çıxıram. Baş cümlə yalnız baş üzvlərdən ibarətdir. Düzələr nə? Deməli, bunlar oldu mübtəda. Düz deyir, yalnız baş üzvlərdən deyil, orada digər sözlər də var. Deməli, bu da düzdür, bunu da çıxdıq. Budaq cümlənin xəbəri fe'lin xəbər şəklindədir. Budaq cümlənin xəbəri sonradan qanıqaralıq olmasın. Ol, olma, inkardır, sın, əmr şəklidir. Yəni, xəbər şəkli olması üçün burada zaman şəkilçisi lazımdır. Zaman şəkilçisi yoxdur. Deməli, səhv elə B variantıdır. Bağlayıcı ilə bağlanmışdır. Düz deyir, həm baş, həm budaq cümlə fe'li xəbərlidir. Düzəlmək və olmasın, düz deyir, fe'li xəbərdir. 21-ə baxırıq. Qulaq asanların hamısı təəccüb edirdi ki, bu cür saf səs bu balaca bədəndən necə çıxır? Ki ilə düzəlib, ki ilə düzəlibsə, deməli, birinci nə gəlir? Baş gəlir, bəli, sonra budaq cümlə gəlir. Bizdən də səhv cavabları istəyir. Elə olanda 2 düzdür. Deməli, 2 olan variantları çıxdıq. Baş cümlədə ikinci dərəcəli üzvlər də iştirak eləmişdi. Qulaq asanların hamısı təəccüb edirdi. Təəccüb edirdi kim? Qulaq asanların hamısı səhvdir. Burada mübtədə və xəbərdən ibarətdir. Deməli, biri götürdüm. Baş cümlənin mübtədası söz birləşməsində ifadə olunub. Bəli, qulaq asanların hamısı düz deyir. Budaq cümlənin xəbəri fe'li xəbərdir. Budaq cümlənin xəbəri. Deyir, bu cür
Saf səs bu balaca bədəndən necə çıxır? Çıxır, bəli, fe'li xəbərdir. Baş cümlə budaq cümləyə tabelik bağlayıcı və bağlayıcı sözlə bağlanıb. Xeyr, sadəcə bağlayıcı ilə bağlanıb. Bağlayıcı söz yoxdur burada. Burada birdən necəni götürərsiniz? Xeyr, mən bayaq qeyd elədim ki, olmur bu şəkildə. Yəni ona bir qarşılıq da verə bilərsiniz budaq cümlədə. Həm də ki, yəni bu şəkildə olmur. Onsuz belə deyim də, bağlayıcı söz olsaydı, burada budaq cümlə birinci gələrdi, amma sadəcə ki ilə bağlanıb. Cavabımız olur, deməli, E variantı. 22. Onun vərdişlərindən biri də bu idi ki, bütün bayramlarda dostlarını təbrik edirdi cümləsi haqqında deyilənlərdən biri doğru deyil. Aha, budaq deməli nə ilə bağlanıb? Baxın, yenə ki ilə bağlanıb. Birinci baş cümlə gəlir, sonra budaq cümlə gəlir. Baxaq, deməli B variantı düzdür, çıxdı. Budaq cümləsi fe'li xəbərlidir. Təbrik edirdi, bəli, fe'li xəbərdir. Budaq cümlə şəxsiz cümlədir. Bütün bayramlarda dostlarını təbrik edirdi. Kim? O. O qoya biliriksə, təbii ki, burada şəxsiz cümlədən söhbət gedə bilməz. Elə cavabımız C variantıdır. 23. Alim tanıyıram ki, öz ömrünü ancaq elmi araşdırmalara həsr edib cümləsi haqqındakı fikirlərdən biri səhvdir. Alim tanıyıram ki, deməli ki ilə bağlanıb, birinci nə gəlir? Baş cümlə gəlir. Deməli C düzdür, C-ni çıxırıq. Baş cümlədə ikinci dərəcəli üzv işlənmişdi. Bax, işlənmişdi baş cümlədə. Aha. İndi gəlin təhlil eləyək. Tanıyıram, kim? Mən tanıyaram da, alim tanıyaram olmur. Alimi tanıyıramdır. Baxın, burada tanıyıram ki, mən. Bunun mübtədası mənəm, buraxılıbdır. Mən alimi tanıyıram. Qeyri-müəyyən təsiri haldır da, yəni tamamlıq olur cümlədə. Ona görə işlənmişdir. A-nı düz deyir. Baş cümlənin mübtədası isimli ifadə olunub. A-nın baş cümlənin mübtədası yoxdur. Cavabımız olur. Yəni daha doğrusu mən var, amma yoxdur da cümlədə. Səhv olan B variantıdır. 24-cü sualda təzəcə evə gəlmişdim ki, işıqları söndürdülər. Aha, burada istisna halımızda yenə toxunuruq. Ki ilə bağlanan cümlələrdə and-əndə ilə əvəz eləyə bilirsinizsə, zaman mənası bildirən cümlələr. Təzəcə evə gələndə and-əndə birinci nə gəlir? Budaq cümlə, sonra baş cümlə gəlir. Ona görə A variantı düzdür, A variantını çıxıram. Baş cümləsi müəyyən şəxsdir. Baxın, baş cümləyə işıqları söndürdülər. Üçüncü şəxsin cəmindədir xəbər ki, yoxdur mübtədə. Mübtədə yoxdur və onlar, yəni yoxdur cümlədə. Xəbər üçün cəmindədirsə, bu zaman qeyri-müəyyən götürürük. Deməli, amma burada müəyyən şəxsi deyir. Ha, elə cavabımız da səhv olaraq B variantıdır. 25. Qorxurdum ki, məni unutsunlar cümləsi ilə bağlı səhvi müəyyən edin. Aha, ki ilə bağlanıb və heç bir problem yoxdur. Birinci başı götürək, sonra budaq cümləni götürək. Ona görə B variantı düzdür. Budaq cümlə baş cümləyə tabelik bağlayıcısı bağlanmışdı. Bəli, ki ilə bağlanıb. Baş cümlənin xəbəri idi köməkçi sözü hissəci ilə işlənmişdi. Qorxur, bəli, düz deyir. Oradakı du ididir. İndi fe'l mövzusundan yəqin ki, bunu bilirsiniz. Zamandan sonra gələndə idi hissəci olur. Baş cümləsi müəyyən şəxs idi. Mən qorxurdum. Bəli, müəyyəndir. Budaq cümləsi şəxssizdir. Unutsunlar. Şəxssiz cümlənin xəbəri üçün təkində olur. Bu üçün cəmindədir. Elə səhv cavabımız da D variantıdır. 26. Tabeli mürəkkəb cümlələrdən birinin budaq cümləsi qeyri-müəyyən şəxsi cümlədir. Aha, deməli, budaq cümlərinə baş cümləni tapırıq, budaq cümləsini qeyri-müəyyən şəxsi götürürük. Danışırdılar ki, bu işdən çoxları günahkardır. Ki ilə bağlanıb, budaq cümlə deməli ikinci olandır. Qeyri-müəyyən şəxsli deyil. Niyə? Çünki larlər yoxdur orada. Ona görə çıxdıq. Elə bilirəm ki, bizi yaddan çıxarmazlar.
Aha, bunun da ikincidir budaq cümləsi. Bəli, onlar yaddan çıxarmazlar. Elə cavabımız da olur B variantı. 27-ci sualda mən sənə demədim ki, bu işdən xəbərdarıq. Deməli, burada ki ilə bağlanıb. Birinci baş gəlir, sonra budaq gəlir. Sadələşdirdikdə budaq cümlə mübtəda vəzifəsində işlənir. Gəlin sadələşdirək baxaq. Aha, mən sənə bu işdən xəbərdar olduğumuzu demədim. Demədim. Nəyi? Bu işdən xəbərdar olduğumuzu. Yəni olmur. Mübtəda vəzifəsində olmur. Çünki mən demədim. O artıq bu mübtədası məndir. Deməli elə səhv istəyir də bizdən. A variantı səhvdir. Digərlərinə baxaq. Budaq cümlənin sintaktik təhlili təyin tamamlıq mübtəda xəbər sxeminə uyğundur. Xəbərdarıq, kim, biz, nədən, işdən, hansı işdən düz deyil. Baş cümlənin xəbəri sadə fellə ifadə olunmuşdur. Demədim. Bəli, demək düzdür. Hər şey cümlə müəyyən şəxsidir. Bəli, demədim. Mən, xəbərdarıq, biz, müəyyən şəxsidir mübtədası var. Budaq cümlə baş cümləyə tabelik bağlayıcısı ilə bağlanmışdır. Bəli, ki ilə bağlanıb. 28. İzə yetirdim ki, heç kəs dalımca gələ bilməsin. Deməli, burada ki ilə bağlanıb, birinci baş, sonra budaq gələcək. Sxemi düzdür. Həm baş, həm budaq cümlə müəyyən şəxsidir. İtirdim ki, mən, gələ bilməsin, kim, o, daha doğrusu heç kəs, üzr istəyirəm, burada mübtədası var, heç kəs. Bəli, müəyyən şəxsidir. Deməli, bu da düzdür. Elə sözü bağlayıcı sözdür. Xeyr, burada bağlayıcı söz getmir elə. Elə səhv cavabımız da budur. Yəni, bağlayıcı söz olsa yenə deyirəm, burada birinci budaq olardı. Amma ki ilə bağlanıb, birinci baş cümlə gəlib. Cavabımız olur C variantı. 29. Deyirlər ki, Qızılgül əvvəlcə tikansız olmuşdu. Bəli, birinci baş cümlə gəlir, sonra budaq cümlə gəlir. İndi aha, burada belə bir şey var. Deyəcəksiniz ki, yəqin ki, A variantı düzdür. Xeyr, A variantı səhvdir. Fərqi yəqin ki, özünüz görürsünüz. Ox işarəsi. Yanınızda saxlayın. Baxın, kvadrat baş cümlədir, dairə budaq cümlədir. Ox həmişə başa getməlidir. Ox həmişə kvadrata getməlidir. Bunu unutmayın. Ona görə də 29-da A variantı olur səhv cavab. 30. Hansı tabeli mürəkkəb cümlənin budaq cümləsi tamamlıq və xəbərdən ibarətdir? Budaq cümləni tapırıq tamamlıq və xəbərdən. Hava elə soyumuşdu ki, adam iliyinəcən dondururdu. Adamı iliyinəcən doldururdu. Aha, dondururdu kimi adamı nə qədər iliyinəcən, xeyr, mübtəda və daha doğrusu tamamlıq və xəbər deyil. Nə vaxt getsəniz, məni də hökmən aparın. Getsəniz, nə vaxt getsəniz də burada budaq cümlə, xeyr, burada da zəflik var. Sən işarə edirdin ki, qardaşı yaxınlaşır. Xeyr, burada da deməli ibarət deyil. Yəni işarə edirdin, hər iki cümləni təhlil edəndə onsuz görəcəksiniz. Sən yaxınlaşır qardaşı, kim qardaşı, yəni ona görə uyğun deyil. Paltarlarını ütüləyirdi ki, işıqlar qəfildən söndü. Paltarlarını ütüləyəndə andəndə ilə əvəz edirik. Deməli, budaq cümlə birinci olur. Ütüləyirdi, nə edirdi? Ütüləyirdi xəbər. Nəyi? Paltarlarını, bəli, elə tamamlıq olur. Cavabımız da olur D variantı.